Müəllim dərsdə qabaqdadır mövzuda. Amma onun uşağı heç bir adəti yoxdur. Uşaq elə bir ki yerindədir. İtalyan iqtisadçısı Vilfredo Pareto'nun Pareto səmərəlilik deyə bir anlayışı var, 80-ın 20-yə prinsipi. Şagird daha çox bildiyi mövzuların yenə üzərində işləyir. Bildiyi mövzular. O dopamin alır da. Yəni o sualları eləyə bilir axı. Bilmədiyi mövzulara az toxunur. Halbuki əksinə eləməlidir. O bilmədiyi mövzuların üzərinə getməlidir. Bilmədiyi şeylərin üzərində daha çox işləməlidir və asan 100 dənə elədiyi sualdansa daha qəliz və çətin suallar həll etməlidir ki, kompleks suallar həll etməlidir ki, gücü artsın. İmmuniteti artsın, sual həll etmə qabiliyyəti, necə deyim, alqoritm həll etmə qabiliyyəti artsın. İkinci faktorda belə mən öz təcrübəmlə, əgər bir tələbə yerində sayırsa, proqres olmursa, onun problemini tapa bilməlidir. Məsələn, nəyə görə səndə proqres olmur? Hətta öz-özünə bəlkə səhv araşdırmalıdır. yanaşırsan. Və indi bu məktəblidir. Bu özün analiz eləməyib başa düşməyə bilər. Düzdürmü? Bunu müəllim tərəf görməlidir ki, bu uşaq nəyisə səhv edir. Okay, bütün variantlar çıxandan sonra hər bir şeyi gözəl eləsəydi, yenə də nəticə yoxdursa, ola bilsin ki, sadəcə bu tələbənin natural bacarığı çatmır bu fən üçün. Genetik faktorlar. Genetik faktorlar da çox nadir olur. Amma olanda olur. Yəni yenə də o nöqtəyə aparan müəllim olmalıdır. Müəllim təyin eləməlidir.